Şahzadənin şiirlərini də, onun sözlərinə yazılmış mahnıları da, təranələri də eşidəcəksiniz. Şiirlərindən mən söyləyəcəm, gözəl təranələri isə sizə bu axşam Bakı Beynəlxalq Muğam Mərkəzinin Cahangir adına xoru təqdim edəcək. Xorun dirijoru və bədii rəhbəri, adı da, özü də musiqi ilə bəslənmiş Respublikanın əməkdar müəllimi Təranə xanım Yusifova. Bilirsiniz, bu gecənin adını Təranə xanımla çox düşünəndən sonra dedik, onun adını səninlə dünyada bəxtiyaram mən qoyaq. Şairin bir şeirində misrası ilə, çünki o səninlə dediyi hər şeydə sevgi var idi. Səninlə torpaqda, səninlə vətəndə, səninlə sevgidə, səninlə susqunluqda. Bəxtiyarın sözü elədir ki, o söz tək deyil. O kimisə özü ilə gətirir, ya sevdiyini, ya xalqını, ya Allahı. Və mən bu axşam o sözü səhnəyə gətirirəm. Onun sözü ilə bu axşam biraz bəxtiyar olaq. Ömrüm payızında sevdim, sevildim. Elə bilirəm ki, ilk baharam mən. Arxanca sürünən kölgənəm sənin. Harda qərar tutsam, orada varam mən. Başımı qoyaram gündə 100 kərə, bir yol ayağını bastığın yerə. Eşqindir ucaldan məni göylərə, bu eşqin gücünə minnətdaram mən. Özün bir aləmsən, eşqin bir aləm. Sən olan könüldə nə kədər, nə qəm. Sənsiz bu dünyanın ən bəxtiyəm. Səninlə dünyada bəxtiyaram mən. Sevdim, sevildim. Musiqisi Lalə Əhmədovanındır. İfa eləyir kvartet Elmin İbrahimov, Zeynəb Nəcafova, Məmməd İsmail Əliyev, Aydan Tağıyeva. Ömrüm payızında sevdim, sevildim. Elə bilirəm ki, ilk baharam mən. Arxanca sürünən kölgənəm sənin. Harda qərar tutsan, orada varam mən. Ne olsan yanında bir qədəh ol.
bilər.